familiya vəzifə. Əmin Rəhan Sosial Müdafiə Nazirinin Sərdarlıq Şöbəsinin sektor müdürü Təbriz Abdülməmov. Buyurun, Təbriz. Sizdən bir sənədi administrasiya müraciət etmişsiniz. Müraciətiniz icraçı bizə yönəldilib. Mən də sənədinizi qeyd edəcəm. Müraciətin məzmununu oxuyun. Oxumuşam. Müraciətinizdə oxuyun, mən bilmək istəyirəm. Müraciətinizə qeyd edibsiniz ki, pozulan hüquqların bərpası üçün müraciət növüdür. Məlumat verərək qeyd edirəm ki, Əmək və Sosial Müdafiə Nazirliyi əhalinin hüquqlarının məqsədi yönlü qəsdən pozmaqla məşğuldur. Aktivlərin təminat növlərinin əlilliyin təmin olmasına, sosial ödənişlərin verilməsinə ciddi çətinliklər və gecikdirmələr var. Tənha ağır xəstə, xüsusi qayğıya ehtiyac olan şəxslərlə tibbi psixoloji xidmətlərlə bir çox hallarda gecikdirir və ümumiyyətlə göstərilmir. Təminatlı şəxslərdə verilən yardım sovqatlarda bir çox hallarda gecikdirilir və yaxud da verilmir. Son ildə Azərbaycan Respublikasının ərazisində qlobal istilər cərəyan edir. Bununla əlaqədar əhaliyə maddi pul nemətlər kompensasiya ödəniləcəyi halda ödənilmir. Yəni ki, qanunsuz olaraq bunlar saxlanılır. Bütün olanlar özünü bir neçə cinayətə ehtiva edir. Etdiyim şikayətlərlə əlaqədar olaraq gizli olaraq izlənirəm. Təhlükəsizlik məsələlərini nəzərə almanızı xahiş edirəm. Diqqətinizə görə minnətdaram. İndi mənim sualım nədir burada? Dediyim namzı düzdür. Etiraf edək ki, düz deyirəm. Bu istər olanlar kompensasiya verir. Hörmətli Ruslan müəllim, zəhmət olmasa mən sualımı deyim. Sizin konkret müraciətiniz, tələbiniz nə ilə bağlıdır? Buradakı məsələləri hamısı nəzərdə tutursunuz, yoxsa konkret hər hansı bir tələbiniz var? Yox, mən ümumiyyətlə bu elədiyim hərəkətlərlə, elədiyim əməllərlə devlətimizə kömək, ictimai nəzarət planı yerinə yetirirəm. Devlətimiz üçün, millətimiz üçün, xalqımız üçün xeyirli olsun, birinci növbədə. Özümdən qabaq devlətə fikirləşirəm, etdiyim şikayətlərin fonunda. Bu bir. İkincisi isə, etdiyim şikayətlərin fonunda. Bu bir. İkincisi də, haqqımı tələb edirəm ki, isti havalarla bağlı devlət tərəfindən kompensasiya ödənilməsidir. Bununla bağlı. Yəni, niyə bu kompensasiya ödənməyim? Mən də o qrupa aidim. Kompensasiya dediyiniz hansı qanunverici əsasən zəhmət olmasa qanun deyil, mən ona uyğun olaraq aidiyyatı icraya yönəldim. Məsələn, hansı qanunverici, hansı qanun əsasına nəzərdə tutursa və prezident hansı nömrə fərmanı və yaxud da Nazirlər Kabineti hansı nömrə qərarı əsasında bunun verildiyini bilirsə mənə deyin, mən ona uyğun olaraq aidiyyatı yönəldim. Çünki mənim bildiyimdə... Siz mənim müraciətimdə səhv tutmaq istəyirsiniz, müraciət təmin eləmək. Xeyr, əsaxırlar, mənim məsələm o deyil, mənim demək istədiyim odur ki, müraciətinizi mən indi icra üçün yönətməm, qeydiyyatçıyam, mən icra etmirəm sənədə. Mən icra üçün bunu yönətməyim, məsələn, Dövlət Sosial Müdafiə Fonduna və yaxud da Sosial Xidmət Agentliyə və yaxud da aidiyyatı şöbələrə, icraçılara. Sadəcə mən indi sizin tələbinizi düzgün yönəldim ki, sabah sizin tələbiniz, sizin əlaqə saxlan icraçı deyilməsin ki, xeyr, mən bu ilə bağlı tələb etməmişim. Mən ona görə sizə zəng edib dəqiqləşdirmək istəyirəm ki, tələbinizi daha dəqiq yönəldim. Mənim burada hər hansı bir fərqli niyyətim yoxdur. Sadəcə müraciətinizi düzgün şəkildə aidiyyatı yönəltməyə çalışıram. Mən ona görə sizdən dedim, birbaşa zəng edib soruşurum tələbinizi. Dəqiq olsun deyə. O səbəbdən soruşuram ki, soruşdum. Mən də havalarla qlobal istilər keçidir. Avropada da son dönəmlər istilər keçdi. Avropadan bəzi istilər gəlir. Yəni, onunla bağlı. O qlobal istlərlə bağlı əhalinin xüsusi ehtiyacı, xüsusi qayğı ehtiyacı olan şəxslər, az təminatlı şəxslər, imtiyazlı şəxslərə devlət tərəfindən kompensasiya, maddi pul neyməti verilməlidir və xidmət vətəndaş müraciəti olmadan birbaşa aparılmalı. Və bununla bağlı. Və qanun edilsə bu cür olur. Formalaşdırda siz məndən rahat aldınız. Oldu, çox sağ olun, təşəkkür edirəm. Mən fikirləşdirdə formalaşdı, indi icra olunmalı. Yəni bu iş belə qalmayacaq, mən deyirəm. Bəli, aydın, oldu, çox sağ olun, təşəkkürlər. Sağ olun.